19. 161-ci səhifədə Sibtin təzkirəsinə və İbn Əsakirin tarixinə əsaslanaraq Yezidin İbn Abbasa göndərdiyi bir məktubu qeyd edir. Bu məktubdan məlum olur ki, Yezid Məkkə ilə Küfənin əlaqələrindən tamamilə agah imiş və yeri gəlmişkən nəsihət və proqnoz da vermişdir. 20. Salehi 176-cı səhifədə deyir: Vay olsun sizə! Nə üçün qılıncların qında, ürəklərin aram olduğu və hələ ciddi qərar qəbul edilmədiyi vaxt bizi azad buraxmadınız? İmamın bu cümləsindən anlaşılır ki, o, Küfəlilərin köməyinə arxayın olaraq gəlmişdir. Əgər əvvəlcədən hazır olmadıqlarını bildirsəydilər, imam qərar qəbul etməz və Küfəyə gəlməzdi. Deməli, birincisi, imam Kərbəlaya öldürülmək məqsədi ilə gəlməmişdi. İkincisi, İmam Küfəlilərin köməyinə arxayın imiş. Üçüncüsü, əgər bu arxayınçılıq yaranmasaydı, əsla Küfəyə gəlməz, başqa işə əl atardı. Məsələn, beyyət edər və təslim olardı. Lakin bu nəticələr səhvdir. İmamın Küfəyə gəlməsi əqəllül xətəreyn və ya əl-xətərat baxımından idi. Yəni, iki və ya bir çox təhlükənin ən az təhlükəlisini seçmək. Bu cümlələr isə imamın qərarı baxımından deyil, Küfə cəmaatının öz vəzifəsi baxımındandır. 21. Salehi yazır: İmamın əvvəlcədən Kərbəla və öldürülmək məqsədi ilə hərəkət etməsi təsəvvürünün yaranma mənşəyi 5 şeydir. A. Peyğəmbər Əkləmin məzarı üstündə yuxu gördü. B. Allah səni şəhid görmək istəyir. V. Ölüm Adəm övladının boynunda boyunbağı kimidir. Xütbəsi. G. Ölümü səadət bilmək. D variantı. Ümmü Sələməyə mənsub olan hədis və torpağı ilə şüşə əhvalatı. Yuxu məsələsinə gəldikdə, bu yuxu əhvalatını Xarəzmi İbn Əsəm Kufidən nəql edib ki, bunu nəql edən başqaları, məsələn, Məhəmməd İbn Ömər Bağdadidən nəql edən Səduqun Əmalı kitabı da İbn Əsəm Kufinin təsiri altında olmuşlar. Eyni zamanda Rövzətüs Səfa, Rövzətüs Şüəda, Təsliyyətül Məcalis, müəllifi Məhəmməd ibn Əbi Talib Hüseynidir, Nəfəsül Məhmum və Nasixut Təvarix. Bütün bu kitablar ya bilavasitə, ya da dolayısıyla İbn Əşəmə isnad etmişlər. 22. Salehi iddia edir ki, hər kəs bizim yolumuzda ürək qanını bağışlamağa hazır olsa, xütbəsinin bu minval ilə Məkkədən hərəkət edərkən deyilməsini yalnız Luhuf nəql etmişdir. Xarəzminin məqtəlində azacıq kəlmə fərqləri ilə yazılmışdır ki, bu xütbəni imam Aşura günü söyləmişdir. Əlavə olaraq deyək ki, Xarəzminin yazdığı xütbə budur. Ay cəmaat, ölüm Adəm övladı üçün qızların boynundakı boyunbağı kimidir. Ah, sələflərimin görüşünə necə də müştaqam. Bu şövqüm Yaqubun Yusuf üçün olan şövqünə bənzəyir. Mənim görüşünə getməli olduğum bir ölüm düşərgəsi var. Sanki bədənimin toz torpağa bulaşmış hissələrini görürəm. Belə ki, çölün yırtıcıları parça-parça edərək öz qarınlarını onunla doldururlar. Biz Əhl-i Beytin istəyi Allahın istəyidir. Onun bəlasına səbr edirik ki, səbr edənlərin savabını tamamilə bizə versin. Əsla Peyğəmbərin yaxınları və ailəsi ondan aralanmaz. Onun əzabları ondan ayrılmazlar və onların hamısı behişdə onun ətrafına toplanarlar. Bununla da o Həzrətin gözü onlarla işıqlanar və onların barəsindəki vədəsi həyata keçər. 23. Məsudinin İsbatul Vəsiyyə kitabı Kərbəla səhnəsini Ümmü Sələməyə nəql edir. Salehi bu hadisəni yaşayışın adi və təbii axarına zidd sayaraq onu rədd edir. 24. Salehi öz kitabının 196-cı təkrarlanan səhifəsində İsbatul Vəsiyyənin hədisini inkar etdikdən sonra Rəsulullahın Ümmü Sələməyə türbətdən biraz verərək onun İmam Hüseynin şəhadətinin əlaməti olaraq saxlamasını hekayət edən bir çox hədisləri nəql və qəbul edir. 25. Mühüm suallardan biri budur ki, İmam Müslümin Küfədə şəhid olması və İbn Ziyadın Küfəyə hakim kəsilməsi xəbəri ona çatdıqdan sonra nə üçün yenə də Küfəyə tərəf hərəkətinə davam etdi? Xüsusilə Müslümin şəhadətini eşitdikdən sonra bu ayəni oxudu. Möminlərin içərisində elələri də vardır ki,
Allahla etdikləri əhdi doğrultdular. Onlardan bəziləri şəhid olmuşdur və bəziləri də şəhidliyi gözləməkdədirlər və əsla əqidələrini dəyişdirməmişlər. 26. Digər bir sual budur ki, əgər Salihinin sözünü əsas götürsək və desək ki, imam qan tökülməsindən mümkün olan qədər çəkinirdi və təslim olmamasının səbəbi bu idi ki, istənilən halda Ziyadoğlunun əli ilə öldürüləcəkdi, bəs o zaman nə üçün öz dostlarının və övladlarının öldürülməsinin qarşısını almadı? Abbas ibn Əli və qardaşları üçün aman gəlmişdi. Başqaları ilə də imamın öz buyurduğuna əsaslanaraq demək olar ki, heç kəsin işi yox idi. Niyə imam razı oldu ki, onlar da öldürülsünlər? Bunlardan əlavə, əgər imam İbn Ziyada təslim olsaydı, İbn Ziyadın qoşunundakı yüzlərlə küfəli də öldürülməzdi. Axı bu da bir növ qan tökülməsi və qırğın idi. 27. Küfədən göndərilmiş xüsusi qasid çatdıqdan sonra imam cəmaat üçün xutbə oxuyaraq tamah üçün gəlmiş və yarı yolda ona qoşulmuş şəxsləri geri qaytardı. Lakin özü elə əvvəlki kimi Küfəyə tərəf yoluna davam etdi. Nə üçün? 28. Salihinin fikrincə, Hürr ilə rastlaşmaq yeni bir mərhələ idi və yeniliyi ondan ibarət idi ki, Hürr imamı qolu bağlı halda İbn Ziyada təslim etmək üçün bu vəziyyətdə daxil olsaydılar, xalq tərəfindən heç bir kömək gözlənilməzdi. 29. Salihi Əl-Əxbarut Tival səhifə 227-dən belə nəql edir. İbn Ziyadın Ömər Sədə yazdığı məşhur məktub təslim və ya şəhadətdən başqa çıxış yolu qoymurdu və o, imama çatdırıldıqda buyurdu. Məgər bu ölümdən başqa mı bir şeydir? Salam olsun ölümə. 30. Salihi yazır. Təxminən Məhərrəm ayının 5-ci gününün sonlarında İbn Ziyadın belə bir məzmunda sərəncamı çatdırıldı. Hüseyin gərək beyət etsin. Sonra onun barəsində qərar qəbul edək. Təxminən 6-cı günün sonlarında imamın bu məzmunda cavabı ona çatdırıldı. Əsla təslim olmayacağam. 7-ci günün sonlarında göstəriş verildi ki, suyu Hüseynin və səhabələrinin üzünə bağlasınlar. 31. Demək olmazmı ki, imamın öz ayağı ilə oraya qədər gəldikdən sonra Küfədən geri dönmək təklifi inqilabı daha da şiddətləndirmək və genişləndirmək xarakteri daşıyır. 31. Demək olmazmı ki, imamın öz ayağı ilə oraya qədər gəldikdən sonra Küfədən geri dönmək təklifi inqilabı daha da şiddətləndirmək və genişləndirmək xarakteri daşıyırdı. Bu, Şimrlə İbn Ziyadın söhbətindən də məlum olar. İbn Ziyad Ömər Sədin təklifini qəbul etmək istədikdə, Şimr dedi, əgər Hüseyin sənin caynağından xilas olsa, o daha da qüvvətlənəcək, sən isə daha da zəifləyəcəksən. 32. Mövzu və suallardan biri budur ki, imam nə üçün Bəsrə cəmaatına məktub yazaraq onları dəvət etdi? Bu dəvət hökumət əleyhinə qiyama dəvətdən başqa bir şey mi idi? Üsyan və inqilaba bir növ dəvət deyildimi? Bundan da önəmlisi nə üçün Aşura axşamı Həbib ibn Müzəhhəri Bəni Əsəd qəbiləsini dəvət etmək üçün göndərdi? Nə üçün öz qardaşlarını, övladlarını və xüsusi dostlarını qan tökülməsin deyə getməyə məcbur etmədi? 33. Çox təəccüblü bir məqam var. Salihi kitabının əvvəlindən sonuna qədər Hüseynin qiyamının başlanğıc olmasını inkar etməyə çalışır. Lakin 4-cü fəslin 299-cu səhifəsində haramların halal, halalların isə haram olmasından, zülmlərdən, istismar və s.dən ibarət olan Yezid hakimiyyətinin vəziyyətini təhlil etdikdən sonra onları imamın Beyzədəki xutbəsinin maddələri ilə uyğunlaşdıraraq yazır. Əgər belə bir şəraitdə heç kəsdən etiraz səsi ucalmasaydı, əgər qeyri-mümkünlüyünü nəzərə almadan fərz etsək ki, İmam Hüseyin heç bir qeyd şərt olmadan Yezidə təslim olsaydı, o zaman başqa ölkələr də İslamı Yezid ibn Muaviyyənin timsalında tanıyacaqdılar. Çünki İslam ölkəsinin rəhbəri, əgər heç bir müxalifət və etiraz edən olmasa, xarici aləmdə İslam əhval-ruhiyyəsinin nümayəndəsi hesab edilir. Belə olsaydı, əcnəbilər deyərdilər. İslam ölkəsi, yəni zülm və haqsızlıq və s. ölkəsidir. Uzaq görənliyi sadə xalqdan çox-çox geniş olan Hüseyn ibn Əli, İslamın vəziyyətini xaric və dünyada mənfi şəkildə təqdim edən Yezidə beyət etmək tələbi qarşısında belə cavab verir.
Ümmət Yezid kimi rəhbərə düçar olduğu vaxt İslamın Fatihəsini oxumaq lazımdır. Bu mətləbin özü də göstərir ki, bəzən bir etiraz və qəddini uca tutmaq o qədər qiymətlidir ki, hətta ona xatir yüzlərlə insanın öldürülməsinə dəyər. Bəs nə üçün Salihi İmam Hüseynin etiraz etməsini görmək istəmir? Sonra yazır. Buna görə də Hüseyn ibn Əli müqavimət göstərmək qərarına gəlir. Yəni, qoy xarici aləm bilsin ki, İslamı Yezidin timsalında deyil, Hüseyn ibn Əlinin və Peyğəmbər övladının fikirləri çərçivəsində tanımaq lazımdır. Qoy xarici aləm bilsin ki, İslam insanlığı, ədaləti müdafiə edən, azadlıq, hürriyyət, təqva və fəzilət yolunda aşiqanə şəkildə canını qurban verən ləyaqətli bir övlad, yəni Hüseyn kimi bir övlad tərbiyə etmişdir. Odur ki, İslamın ümumdünya və beynəlxalq aləmdəki mövqeyini qorumaq və müdafiə etmək məsələsini Peyğəmbər övladının geniş və hərtərəfli məqsədinin bir şaxəsi hesab etmək lazımdır. 34. Salihi deyir, Alman mütəfəkkiri Marvin Əs-Siyasətül Hüseyniyyə kitabında yazdığı kimi, başqaları da bu əqidədədirlər ki, İmam Hüseyn cəmaatın hissələrini Bəni Haşimin leyhinə və Əməvilərin əleyhinə təhrik etmək üçün qəsdən məzlumluq səhnəsi yaratdı və mümkün qədər daha faciəli bir şəhidlik nümunəsi göstərmək istədi. Marvin deyir, Hüseyn neçə illər ardıcıl olaraq özünün öldürülməsi üçün tədarük gördü və çox ali bir məqsədi vardı. O davam edir. Hüseyn ibn Əlinin məqsədi yalnız ali və müqəddəs arzular üçün hazırlıq xarakteri daşıyan ölümdən ibarət idi. Müsibətləri ürəklərdə daha təsirli olsun deyə ən böyük vasitəni kimsəsizlik və məzlumluq hesab edərək bu yolu seçdi. Südəmər körpə barədə deyir, o qədər ürək ağrıdan müsibətə, sıxılmış və qatmaqarışıqlıq vəziyyətə düşmüş fikirlərə, susuzluğu və yaraların çoxluğuna baxmayaraq, yenə də öz ali məqsədindən dönmədi. Bənüməyyənin onun körpə övladına rəhm etməyəcəyini bildirdiyinə baxmayaraq, məhz müsibətləri böyütmək naminə körpəsini əlləri üstünə alıb zahirdə güya onun üçün su istəyirdi və su verilməsini xahiş edirdi və cavabını oxla verdilər. 35. Salihi kitabının sonuncu fəslində 309-cu səhifədə mətləbi dolaşdırır. Tərəfin fikrini məntiqi yolla çaşdırır və deyir, biz bu İmam Hüseynin öldürülməsi ilə İslam dirildi ifadəsi üçün düzgün və qəbul olunmalı bir məna təsəvvür etmirik. İslamın dirilməsi məfhumu istər İslam ehkamına əməl etmək mənasında, istər İslamdakı fəthlər mənasında, istər Bənüüməyyə rejiminin zəiflədilməsi mənasında, istər şiələrin mütəşəkkilləşməsi mənasında və istərsə də Bənüməyyənin rusvayçılığı mənasında necə anlaşılır? Necə ola bilər ki, İslam rəhbəri və Quran hafizinin öldürülməsi ilə İslam dirilsin? 36. Salihi yazır. Ubeydullah sərəncam və fərman imzalanmış sənədi Ömər Səddən tələb etdi. Ömər vermirdi və məsuliyyəti Ubeydullahın boynuna atırdı. Osman ibn Ziyad dedi, İstərdim ki, Ziyad övladları hamılıqla qiyamətə qədər zəll olsun. Amma Hüseyn ibn Əli öldürülməsin. İbn Ziyadın anası Mərcanə dedi, Ey xəbis, Rəsulullahın oğlunu öldürdün, Allaha and olsun, əsla behiştin üzünü görməyəcəksən. Yəhya ibn Əl-Həkim dedi, Mərvan Həkəmin qardaşı, sizinlə Allahın Peyğəmbəri arasında qiyamət günü üçün ayrılıq düşdü. Mən daha heç bir işdə sizinlə ortaq olmayacağam. Yəhya ibn Əl-Həkim imamın başını Yezidin qarşısında gördükdə əsəbilik və təəssüflə dedi. Sümeyyə övladları gərək səhradakı qum dənələrinin sayı qədər olsun. Lakin Peyğəmbər qızının övladları qırılıb qurtarsınlar. Yezidin həyat yoldaşı Hind macəradan xəbər olduqda öz geyimini dəyişərək tanınmaz vəziyyətə düşdü və evin içindən çıxıb kişilərin məclisinə daxil oldu və dedi. Bu Fatimə balası Hüseynin mi başıdır? Yezid dedi. Bəli, Fatimə balası Hüseynin başıdır. Sən onun üçün yas tut və ağla. Allah İbn Ziyadı öldürsün ki, onun öldürülməsinə tələsdi. Mənim fikrimcə bunlardan daha önəmlisi odur ki, Yezidin oğlu Muaviyə özünü xilafətdən kənarlaşdırdı. Yezidə və Muaviyyəyə lənət göndərib Hüseyn və Əli tərəfə haqq verdi.
Buna görə də Kərbəla hadisəsinin ən böyük nəticəsi riyakarlıq pərdəsinin yırtılması və şahlığın haqqı hesabının dinin haqqı hesabından faktiki olaraq ayrılması idi. Əgər Kərbəla hadisəsi olmasaydı, Əməvilər din adına cəmaata rəhbərlik edərdilər. Əlbəttə, onların dinə bu formada yapışması bir sıra insanların nəzərində onlara bəraət qazandırar, əksəriyyətinin nəzərində isə dini çirkin hala salardı. Hüseynin qiyamının ən az nəticəsi və təsiri bu oldu ki, həmişəlik olaraq xəlifələr ilə din bir-birindən ayrıldı. Nəticələrdən başqa birisi bu idi ki, İmam Hüseynə olan sevgi dərəcəsi son dərəcə yüksəldi. O, doğrudan da İslam dünyasında ümmətin şəhidi və fədakar bir qəhrəman olaraq tanındı. Müqəddəs bir günc mənbəyinə çevrildi və həqiqətən iman gətirib layiqli işlər görən adamların dostluq və sevgisini Allah Taala başqalarının qəlbinə salar ayəsinin bariz nümunəsi oldu. Təbərinin və Məqtəli Xərəzminin nəqlinə əsasən İmam özü Aşura günü buyurmuşdur. Allaha and olsun, mən ümid edirəm ki, Allah məni sizin xoş olmağınızla əziz etsin. 37. Salihinin fikrincə, imamın təslim olmaqdan imtinasının məqsədi İbn Ziyada təslim olmaqdan imtina etməsidir və bu, Yezidə beyət etməkdən fərqlənən bir məsələdir. Onun fikrincə, imam Yezidə beyət etməyə razı idi. Lakin heç bir şərtlə İbn Ziyada təslim olmağa razı deyildi. Çünki yəqin bilirdi ki, onu zəlilliklə öldürəcək. 38. Qəffari, Aşura tarixinin araşdırılması kitabının müqəddiməsində bir sıra suallar ortaya atır. Suallar bundan ibarətdir ki, Əbu Abdullahın hərəkatı beyyətdən qaçma xarakteri daşıyırdımı? Yaxud Küfəlilərin dəvətini qəbul etmək mənasını daşıyırdı. Ya da bu hərəkat qiyam, inqilab və üsyan olaraq dəyərləndirilə bilərmi? Sonra özü üçüncü variantı qəbul edərək iddia edir ki, bunun üçün bir sıra zəmin yaranmış və səbəblər meydana gəlmişdi və bunlar imamın qiyam etməsini tələb edirdi. Əldə olunan bir sıra dəlillər və əlamətlər imamın lap əvvəldən hərəkat və qiyam fikrində olduğunu göstərir. Muaviyyənin zamanında da bir sıra hadisələr baş vermişdi və bunlar da həmin səbəblərdən hesab olunur. O cümlədən A. Ən mühüm hadisə xilafətin irsi qaydada şahlığa çevrilməsi idi. Bu məsələ bidətlərin ən böyüyü hesab olunurdu və əslində Əbu Süfyanın çoxdankı arzusunu həyata keçirmək xarakteri daşıyırdı. Əbu Süfyan demişdi, onu top kimi bir-birinizə ötürün, yəni xilafəti. And olsun ona ki, Əbu Süfyan ona and içir, nə cənnət var, nə də od. Belə bir bidətin müqabilində sükut etmək düzgün olmazdı. B variantı. Şiələrin vəziyyəti İmam Həsənin sülh müqaviləsinə zidd olaraq çox çətin və dözülməz idi. Əməvi siyasəti şiəliyin kökünü kəsməyə yönəlmişdi. Muaviyyə göstərişlərinin birində yazır. Bu tayfaya tərəfdar olduğunu güman etdiyiniz hər bir kəsə qarşı sərt olun və evini viran qoyun. Başqa bir göstərişdə yazır. Baxın, hər kəsin əli və onun ailəsini sevdiyi sübuta yetsə, adını dəftərdən silin və hüququnu və payını kəsin. C variantı. Cümə namazlarının xutbələrində əlinin rəsmən söyülüb lənətlənməsi. D variantı. Şiələrin şahidliyinin qəbul edilməməsi və ictimai hüquqlardan məhrum edilməsi. Y variantı. Hücr ibn Ədidi, Rüşeyd Hicri kimi şiə böyüklərinin şiəlik təqsiri ilə qətlə yetirilməsi. Q variantı. Nəhayət, Əməvi təbliğatının mənfi nəticəsi Muaviyyənin adının böyük səhabələrlə yanaşı çəkilməsi və onun böyük səhabələrin sırasında yerləşdirilməsi. Bu təbliğat elə bir formada idi ki, əgər vəziyyət belə davam etsəydi, elə bir gün gələcəkdi ki, cəmaat Muaviyyənin təqdim etdiyi İslamdan başqa İslam tanımayacaqdı. İmam Hüseynin əvvəlcədən hərəkətə başlamaq məsələsinə gəldikdə, öncə bunu aydınlaşdırmaq lazımdır ki, Həzrəti Əmir, Həzrəti Müctəba, Həzrəti Seyyid-ü-Şühədanın üslubu və mübarizə metodu əslində ümumi bir prinsipə əsaslanırdı. O, prinsip bundan ibarətdir ki, doğrudur, onlar özlərini xilafətin hüquqi sahibi bilirdilər, lakin heç vaxt xilafətin qəsb olunmasına görə qiyam etmirdilər və Əlinin Osmanın xilafəti zamanı buyurduğu prinsipə əsaslanırdılar. Əmmar öz hədisində deyib, Hüseyin Mədinədən çıxarkən
Peyğəmbərin qəbrinin yanına gəldi, onu qucaqlayıb bərk ağladı, ona salam verib dedi: "Atam, anam sənə qurban. Ey Allahın Rəsulu, mən sənin qonşuluğundan qəlbən razı olmadan çıxıram. Mənimlə sənin aranda ayrılıq düşdü və məni şərab içən, fasiq Yezdə beyət etmək üçün məcbur edirlər. Əgər beyət etsəm, kafir olaram və əgər imtina etsəm, öldürülərəm. İndi isə istəmədən sənin yanından uzaqlaşıram. Salamım olsun sənə, ey Allahın Rəsulu." Sonra yuxu gözlərini bürüdü və elə bir yuxu gördü ki, dəhşətə düşdü. O yuxu bundan ibarət idi. Gördü ki, Peyğəmbər onun yanına gəldi, ona salam verərək buyurdu: "Oğlum, atan, anan və qardaşın sənə qovuşublar və hamılıqla dirilik dünyasında bir yerə toplaşıblar. Hamılıqla sənin müştaqınıq. Bizim yanımıza tələs. Əziz oğlum, bil ki, sənin behişdə Allah nuru ilə bürünmüş bir dərəcən var və şəhadətdən başqa heç nə ilə ona çata bilməzsən. Sənin bizə qovuşmağın nə qədər də yaxınlaşmışdır."